Bismillah. Bürclərin 22 mart üçün ən dəqiq pul və ümumi proqnozu belədir. Qoç, enerji hələ də yüksəkdir, amma bugün biraz səbir tələb olunur. Tələsmə. Pul qazanc var, amma xərclər də arta bilər. Buğa, özünü daha güclü və inamlı hiss edəcəksən. Yeni qərarlar üçün yaxşı gündür. Pul, maliyyədə sabitlik və kiçik artım. Əkizlər, düşüncələrin qarışıq ola bilər. Tək qalmaq və plan qurmaq yaxşıdır. Pul, riskli addımlardan uzaq dur. Xərçəng, dostlardan dəstək görəcəksən. Sosial baxımdan uğurlu gündür. Pul, gözlənilməz gəlir ehtimalı var. Şir, karyera və nüfuz ön plandadır. Diqqət mərkəzində olacaqsan. Pul, yüksəliş və ya əlavə qazanc mümkündür. Qız, yeni şeylər öyrənmək və inkişaf üçün ideal gündür. Pul, stabil qalır, böyük dəyişiklik yoxdur. Tərəzi, dərin düşüncələr və qərarlar günü, intuisiyan güclüdür. Pul artımı yavaş-yavaş gəlir. Əqrəb, münasibətlərdə aktivlik var. Açıq danışıq çox şeyi həll edəcək. Pul, orta səviyyədə qalır. Ox atan, gündəlik işlər çox olacaq. Yorulmamağa diqqət et. Pul, əmək qarşılığında qazanc. Oğlaq, yaradıcılıq və sevinç dolu gündür. Özünə vaxt ayır. Pul, kiçik amma sevindirici qazanc. Dolça, ev və ailə mövzuları ön plandadır. Daxili balans vacibdir. Pul, evlə bağlı xərclər mümkündür. Balıq, ünsiyyət və xəbərlər çox olacaq. Maraqlı təklif ala bilərsən. Pul, yeni gəlir qapısı açıla bilər. Günün ən şanslı bürcləri şir, xərçəng, balıq. Diqqətli olmalı bürclər isə əkizlər və qoçdur.